Hər kəs diqqətlə qulaq asın. Samsung markalı paltaryonla bağlı bir dənə maarifləndirici video çəkmək qərarına gəldim. Hamı axıra qədər baxsa, bu video ona lazım ola bilər. Məsələ nədən ibarətdir? Gördüyünüz bu 6 paltaryonun üstə niyə yazılıb? Heç kim bilmir. 6, baxın, paltaryonun üstə belə bir knopka var. Çox adam bu knopkanı görür. Amma hamı deyir, görəsən nə üçündür? Heç kim hələ indiyənə qədər o knopkanı istifadə eləməyib. Bu knopka nə üçündür? Bugün bu haqda danışacağım. Videoya axıra qədər baxın. Heç olmasa bir dənə çox sağ oldan yazın yorumlarda. Bilim ki, sizin üçün faydalı oldu. Videonu da kayd edin, saxlayın, like atın ki, sizə lazım olacaq. Heç olmasa bir dənə normalni əlinizdə ustavız olsun ki, 15 il təcrübəli. Sizin gələcəkdə paltaryonunuz xarab olanda bir də daşa, divara, qonşuya, ora, bura deməyəsən ki, bir dənə ustan yoxdur, o da bir dənəsə dəmir yığanın nömrəsini verir ki, bu yaxşı ustadır, get bundan kömək edəcəksə. Amma sənin özünün əlində ustan olsun. Yəni bu səhifəyə gir, bax, gör nələr iş görürəm, nə qədər işlər görürəm, onda biləcəksən ki, doğrudan da bu ustanın nömrəsini yazıb saxlamaq lazımdır. Ən azından nömrəmi yazın, telefonunuza saxlayın. Yazın paltaryon ustası Rəşad. Bilirəm, hamı darıxdı. Deyəcəksiniz ki, qardaş, mətləbə keçək, səbrim yoxdur axı. Səbriniz tükənib, çünki sizə lazımsız videolar olanda tez-tez belə-belə esən, keçirsən. Bunda biraz dayanmalı oldun ona görə. Səbrini sıx, dayan, biraz bax. Bu 6 nə üçündür? Bu 6 onun üçündür ki, məsələn, baxın, paltaryonunuz istəyirsiniz ki, 5 saat, 6